Dədə Qorqud dastanları da aydındır. Rəvayətdə görə 12-13 dənə dastan idi ki, bütün Oğuz türklərin dediyim kimi fərhənglərin dillərini, şəraitlərini orada təmsil edir. Hala istəmirəm o çox dastanlara gedək. Bamsı Beyrək dastanıdır ki, çox məşhurdur bu dastanların içində ki, güya bu Burla Xatuna bir türk kişisi ya cavanı aşık olur, bunu qoymurlar, cənglər olur, neynə. Nəhayətdə xəyanətlərə məruz qalır, gedir bu eşqinə çatır və ona yetişir. Uğurlu əlbəttə Salur Qazanınkidir. Deyəcəyim mən öyle. Bəli, hala biz o İttilaat Ümumidə ki varımızdır, onu mən ərz edirəm. Ya o birisi, məsələn, Boğaçxan dastanlarında biz oxuyuruq ki, o da bir dənə cavan, bir dənə qəhrəman idi ki, bir dənə boğa ilə mübarizə eləyir, vəhşi inəklə mübarizə eləyir. Dədə Qorqud dastanlarında bunu Boğaç adlandırır. Ya o birisi bir dastanlarda, Qızıl Irmaq dastanında ki, o bir çayın adıymış, orada bir cavan var imiş, məsəl üçün bunun atasını düşmənlər əsir eləyir, bu gedir düşmənlərlə mübarizə eləyir və atasını oradan nəcat verir, xəlas eləyir və bu Dədə Qorqudda bunun adı məsəl üçün gəlir, bu cür adlanır.